Görüntülərdən elə anlaşılır ki, sakinlər evlərini gölün kənarında tikib. Amma bura yığılan sular çirkabdır. Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi Dəmir yolu yaşayış massivi 5-ci məhəllədə yaşayan 150-dən çox ailə 3 aya yaxındır ki, bu suların əsarətində qalıb. Ərazidə uzun illərdir yaşayış olmasına baxmayaraq, ünvana hələ də mərkəzləşmiş kanalizasiya xətti çəkilməyib. Odur ki, aylar öncə yağan güclü yağışlardan sonra burada irili xırdalı gölməçələr peyda olub. Sakinlərin sözlərinə görə, şambu quyuları da artıq istifadəyə yaramır. Nəticədə bir-birinə qarışan tullantı və yağış suları onların gününü qara edib. Demək olar, əksər həyətlər suya qərq olub. Hətta bəzi evlərə gediş-gəliş mümkün deyil. Buna görə də hər evdə uzunboğaz çəkməyə rast gəlmək olur. Hər gün mən bu vəziyyətdə işə gedirəm, bu vəziyyətdə işdən gəlirəm. Deyirlər mənə ki, ayağın yarı olacaq sənin sapok geyinməkdən. Evimə qonaq gələndə də geyinirirəm, gətirirəm evimə. Aparınca da yenə aparıram asfaltın qırağına kimi sapokla gedirlər. Oradan qaydanda əlimdə gətirirəm sapokları. Nə edeyim? Quyu qazırıq, kanalizasiya üçün quyu qazırıq. Axşam qazırıq, səhər quyu dolur. Yəni ki, suyu çəkməyə üçün kanalizasiya lazımdır. İfunət yeyində mən yemək bişirirəm. Yağış yağanda yarı faizinin həyəti su olur. Artıq nə vəziyyətə çatmışam ki, mənim kuxunada krantımın qabağı çöküb. O gün uşağım krant padvala düşürdü. Krantı tutmasaydı o padvala getmişdi. Bax o taxtanı atmışam üstünə ki, axır qab yuya bilək. Ətrafa ağuşuna alan gölməçələr sakinlərin sağlamlığına ciddi təhlükə yaratmaqla yanaşı, həm də evlərin yararsız vəziyyətə düşməsinə səbəb olur. Hətta avtomobillər də deyə bilərik. Çünki bu ərazidə avtomobillərin batması halları qeydə alınıb. 3-4 aydır biz buralarda bu suyun içində üzürük. Gedib gəlmək olmur. Mənim maşınlarım hardasa 6000 pul xərcləmişəm. Burada batıb qalıblar. İcra Hakimiyyətindən şifahi olaraq bildirildi ki, problemin aradan qaldırılması istiqamətində tədbirlər görüləcək. Dövlət Su Ehtiyatları Agentliyindən isə bildirildi ki, intensiv yağışların fəsadları əsasən fərdi yaşayış üçün nəzərdə tutulmayan, relyef baxımından məskunlaşmaq üçün əlverişsiz torpaq sahələrində inşa olunan evlərə öz təsirini göstərib. Həmin evlərdə mərkəzləşdirilmiş kanalizasiya sistemi və yağış kollektorları olmadığı üçün həyətlərə yağış suları dolur. Buna baxmayaraq su kanal idarələrinin briqadaları suyun çəkilməsi istiqamətində sakinlərə köməklik göstərir. O ki qaldı əraziyə mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin çəkilməsinə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirildi ki, həmin ünvan da daxil olmaqla bir sıra ərazilərdə artıq layihələr hazırlanıb. Hətta bəzi ünvanlarda tikinti quruculuq işləri aparılır. Ümid edirik ki, verilən vədlər qısa zamanda reallığa çevrilər.